Roblox. Zərərsiz oyun, yoxsa gizli təhlükə? Hər gün dünyada milyonlarla uşaq Roblox'a daxil olur. Valideynlərin çoxu bu platformanı sadəcə rəngarəng kublardan ibarət zərərsiz uşaq oyunu kimi qəbul edirlər. Bəs bu kubların arxasında uşaqlar üçün ən təhlükəli internet şəbəkələrindən birinin gizləndiyini bilsələr, nə baş verər? Bugün biz 9 ölkənin Roblox'u niyə blokladığı və Azərbaycanlı uşaqların niyə xüsusi risk altında olmaları barədə danışacağıq. Gəlin əvvəlcə Roblox'un mahiyyətini araşdıraq. Roblox sadəcə oyun deyil, böyük sosial platformadır. Təsəvvür edin ki, hər gün 100 milyon insan bu oyunu oynayır ki, onların hardasa 40%-i 13 yaşdan kiçik azyaşlılardır. Haqqında söz açdığımız bu platformaya gündə 40 milyon yeni məzmun yüklənir. Uşaqlar burada yalnız oyun oynamır, həm də tanımadıqları, yad insanlarla ünsiyyət qurur, öz dünyalarını yaradırlar. Əslində bu, uşaq oyunu adı arxasında gizlənmiş, təhlükəli sosial şəbəkədir. Ən böyük problem ondadır ki, uşaq və böyüklərin cəmləşdiyi bu virtual məkana nəzarət minimal səviyyədədir. İndi isə ən qorxulu məqam haqda. Bloomberg'in 2024-cü ildə apardığı böyük miqyaslı araşdırmadan sonra məlum olub ki, platformada seksual məzmun üçün istifadə olunan Kondo oyunları adlı gizli otaqlar var. Bu otaqların özəlliyi ondadır ki, qara düşüncəli istifadəçilər bəzi kodlardan və orfoqrafik dəyişikliklərdən istifadə edərək məzmun idarəçilərini, moderatorları yanılda bilirlər. Daha təhlükəlisi də var. Platformanın oyundaxili çatlarında qeyd edilən vasitələrdən istifadə edilməklə asanlıqla pornoqrafik materiallar yaymaq mümkündür. Yayılan məlumatların analizindən bəlli olub ki, 2018-ci ildən bəri ABŞ-də Roblox vasitəsilə tanış olduqları uşaqları oğurlamaq və ya cinsi istismara məruz qoymaq ittihamı ilə ən azı 30 nəfər həbs olunub. Nəzərə alaq ki, bu 30 nəfər yalnız ələ keçənlərdir. ABŞ-nin İtkin düşən və istismar edilən uşaqlar üçün Milli Mərkəzi təkcə 2023-cü ildə Roblox'dan 13.316 istismar hadisəsi barədə hesabat alıb. 13.000 hadisə. Yalnız bir platformadan. Bu mexanizm necə işləyir? Məlum olur ki, sxem kiçik detalına qədər hesablanıb. Birinci addım. Əvvəlcə cinayətkar uşaqla oyunda tanış olur. Ona hədiyyələr və virtual valyuta təklif edir. İkinci addım. Müntəzəm ünsiyyətlə etibar qazanılır. Dost olurlar. Üçüncü addım. Yavaş-yavaş söhbətə intim mövzular daxil edilir. Dördüncü addım. Ardınca ünsiyyət heç bir moderasiyanın, virtual nəzarətin olmadığı Discord, WhatsApp və Telegramda davam etdirilir. Beşinci addım. Şantaj işə salınır və qurban intim fotoşəkillərin göndərməsinə məcbur edilir. Bəzi hallarda bu cür qısnama canlı görüş və zorakılıqla nəticələnir. Soruşa bilərsiniz, bəs Roblox'un moderasiyasına nə oldu? Onlar niyə bu cinayətin qarşısını ala bilmirlər? Problem də elə bundadır. Bəlli olur ki, platformanın moderatorları hər gün yüzlərlə uşaq təhlükəsizliyi barədə hesabat alırlar. Bir neçə nəfərdən ibarət moderasiya komandası bu axınla fiziki olaraq bacarmırlar. Gün ərzində 40 milyon yeni məzmunu yoxlamaq faktiki mümkün deyil. Elə bu səbəbdən pozuntular çox vaxt bir neçə saat və ya gündən sonra aradan qaldırılır. Onu da nəzərə alaq ki, cinayətkarlar kod sözlərdən və orfoqrafik dəyişdirilmiş ifadələrdən istifadə etməklə filtrləri aldada bilirlər. Ən böyük problem isə ingilis dilindən başqa dillərdə moderasiyanın çox zəif və ya ümumiyyətlə olmamasındadır. Məsələnin qəlizliyi ondadır ki, cinsi istismar yeganə təhlükə deyil. Bundan da təhlükəli detallar var. Misal üçün, 764 adlı terror qrupunu qeyd edək. ABŞ-nin Federal Təhqiqatlar Bürosu bu qrupu birinci səviyyəli təhlükə kimi təsnif edib və bu qruplaşma ilə bağlı 250-dən çox araşdırma aparılıb. Bu qruplaşma Discord, Telegram və Roblox'da aktivdir. Onlar Roblox'dan gənc qurbanları tapmaq üçün ov yeri kimi istifadə edirlər. Bu qrup nə işlə məşğuldur? İnanılmaz olsa da cavab konkretdir. Yetkinlik yaşına çatmayanlara sistematik cinsi, fiziki və psixoloji zorakılıq. Onlar qurbanları özünə zərər verməyə və heyvanlara qarşı qəddar münasibət göstərməyə məcbur edirlər. Bu azmış kimi, onlar qurbanlarına hətta canlı yayımda belə zoraki hərəkətlər etməyə qədər qısnayırlar.
Ən dəhşətlisi budur ki, uşaqları intihara sürükləyirlər. Qurbanların canlı yayımda kamera qarşısında intihar etməsi hallarına rast gəlinib. Qurbanlar cinayətkarlarla bu platformada görüşür və sonra söhbət əsl kabusun başladığı Discord-da keçir. Bu da hələ son deyil. Araşdırmaçılar Robloxda Proud Boys ekstremist qrupunu, nasist məzmunların yayıldığını da aşkarlayıblar. 2025-ci ilin yanvar ayında bir şəxsin Robloxdan cihadçı şəhidlərin hərəkətlərindən heyranlığını ifadə edərək digərlərini açıq şəkildə terror hücumları ilə hədələmək üçün istifadə etdiyi məlum olub. 2023-cü ilin dekabr ayında Avstraliya Federal Polisi ekstremistlərin gəncləri manipulyasiya etmək və radikallaşdırmaq üçün oyun platformalarından necə istifadə etdikləri barədə rəsmi olaraq valideynləri xəbərdar edib. İndi isə bu prosesin istifadəçilərə psixoloji təsirindən danışaq. 2024-cü ilin araşdırmasına görə yeniyetmələr arasında oyun asılılığı səviyyəsinin 8,6% olduğu və bu rəqəmin durmadan artdığı bildirilir. Bu nə məna verir? Analizlərə görə bu, konsentrasiyanın azalması, impuls nəzarətinin zəifləməsi, aqressiya, depressiya və narahatlıq deməkdir. Yəni uşaqlar gecələr valideynlərindən gizli oynayır, real dünyadan təcrid olunur, görmə qabiliyyəti və müvazinət pozulur, yuxusuzluq və xroniki yorğunluq yaranır. İndi maddi tərəfinə baxaq. Robloxda Robux adlı real dəyərini uşaqların tam anlamadığı virtual valutadan istifadə edilir. Bəli, oyunlar pulsuzdur, amma irəliləmək alış-verişsiz mümkün deyil. Mexanizm elə qurulub ki, kasıb avatarı olan uşaqlar bullyingə məruz qalır, həqarət və təhqirlə rastlaşırlar. Uşaqların kompulsiv xərclərə sürüklənməsi üçün loot boxlar azartlı oyunlara bənzər mexanizmlə işləyirlər. Yekunda valideynlər bank kartlarında minlərlə dollar dəyərində icazəsiz alqı-satqı aparılması ilə üzləşirlər. Hazırda nə baş verir? Bu sahədəki özbaşınalığın qarşısının alınması üçün 2024-cü il dönüş nöqtəsi sayıla bilər. Həmin ildən etibarən bir sıra ölkələr bir-birinin ardınca Robloxu bloklamağa başladılar. 7 avqust 2024-cü ildə Türkiyə bu platformanı ölkə ərazisində bloklamaq haqqında qərar verdi. Türkiyənin Ədliyyə naziri bildirdi ki, dövlət uşaqların istismarına səbəb ola biləcək məzmundan və mexanizmlərdən qorumaq öhdəliyinə malikdir. 13 avqust 2025-ci ildə Qətər, 21 avqustda isə Küveyt dövləti platformanı müvəqqəti olaraq blokladı. Əlcəzair, şirkətin uşaqların müdafiəsi üçün lazımi vasitələrə malik olmadığını əsas gətirərək 8 sentyabrda bu addımı atdı. 21 oktyabrda İraq platformanı öz virtual ərazisində qadağan etdi. 3 dekabr 2025-ci ildə Rusiya ekstremizm və terrorizmi təbliğ edən məzmuna görə Robloxu blokladı. Xatırladaq ki, bloklama ərəfəsində platformanın Rusiyada 18 milyon istifadəçisi var idi. 2026-cı ilin yanvar ayına olan məlumata görə Roblox 9 ölkədə bloklanıb və ya məhdudlaşdırılıb. Əlcəzair, Çin, İraq, İordaniya, Oman, Qətər, Rusiya və Türkiyə. Ən əsası, bu bloklamaların əksəriyyəti 2024-cü, 2025-ci illərdə baş verib. Bu təsadüf deyil. Bu, platformanın sistemli problemlərinin beynəlxalq səviyyədə tanınmasına işarədir. Açıqlanan məlumatlardan görünür ki, Azərbaycan risk zonasındadır. Çünki günü bugün də Roblox ölkəmizdə tam əlçatandı. Risklər barədə ictimai müzakirə aparılmır. Rəsmi tənzimləyicilərin mövqeyi barədə heç bir məlumat yoxdur. Valideynlər isə platformanın yaydığı real təhdidlərin miqyasından xəbərsizdilər. Azərbaycan dilində moderasiyanın ümumiyyətlə olmaması isə situasiyanı böhran vəziyyətinə gətirib çıxardıb. Azərbaycan regionda Robloxun hələ də məhdudiyyətsiz fəaliyyət göstərdiyi azsaylı ölkələrdən biri olaraq qalır. Azərbaycan dilində moderatorluğun olmaması nə deməkdir? Bu o deməkdir ki, cinayətkarlar bütün filtrlərdən rahatlıqla yan keçərək uşaqlarla ana dillərində sərbəst ünsiyyət qura bilirlər. Azərbaycan dilindəki nalayiq ifadələr, senzurasız məzmun avtomatlaşdırılmış sistemlər tərəfindən aşkarlanmış. Azərbaycan dilində səlis danışan moderatorların olmaması səbəbindən şikayətlərə ümumiyyətlə baxılmır. Baxılsa belə, analizi və tədbir görülməsi uzun vaxt aparır. Azərbaycan dilində intim məna daşıyan bir ifadə asanlıqla moderasiyadan keçə bilər. Halbuki həmin ifadənin ingilis dilindəki ekvivalenti dərhal bloklanır. Təsəvvür edin ki, bir azərbaycanlı uşaqla bağlı oxşar hadisə baş verib.
Əvvəlcə onu qeyd edək ki, Roblox korporasiyası ABŞ-də yerləşdiyi üçün bu məhkəmə təqibini çətinləşdirir. Digər tərəfdən, transsərhəd işlərin araşdırılması mürəkkəb beynəlxalq əməkdaşlıq tələb edir. Şirkətdən məlumat əldə etmək aylarla vaxt ala və ya tamamilə qeyri-mümkün ola bilər. Göründüyü kimi, bu məsələdə uşaqlarımız faktiki virtual təhdidin qarşısında aciz qalmış hüquqi boşluqdadırlar. Vəziyyəti qəlizləşdirən səbəblərdən biri də Azərbaycanlı valideynlərin Robloxu zərərsiz uşaq oyunu kimi qəbul etmələridir. Onlar platforma daxili chatın real funksiyalarından və ya tanımadıqları insanlarla ünsiyyət qurmağın mümkünlüyündən xəbərsizdirlər. Bundan əlavə, təbii olaraq platformada cinsi istismar hallarının mövcudluğu haqqında da heç nə eşitməyiblər. Onlar ümumiyyətlə valideyn nəzarəti prinsipindən ya istifadə etmirlər, etsələr də səhv yanaşırlar. Onu da qeyd etməliyik ki, bu platforma qonşu ölkələrdə, Rusiya, Türkiyə, İraqda bloklandıqdan sonra cinayətkar şəbəkələrin diqqətlərini xüsusilə Azərbaycan istifadəçilərinə yönəldə bilmələri ehtimalı çox yüksəlib. Təəssüf ki, dil biliklərinin məhdudluğu valideynlərdə yalançı təhlükəsizlik hissi yaradır. Bir sözlə, yerli moderatorluğun olmaması Azərbaycanı Roblox üçün kör nöqtəyə çevirir. Biz və müqaviməti, dünya görüşü zəif olan övladlarımız faktiki asan hədəfə çevrilmişik. Bəs valideynlər nə etməlidirlər? Mütəxəssislər bildirirlər ki, bu yöndə 3 qoruma səviyyəsi mövcuddur. Birinci səviyyə minimal qorunmadır, lakin arzu olunan səviyyədə deyil. Bura Roblox parametrlərində valideyn nəzarətinin aktivləşdirilməsi, 13 yaşdan kiçik uşaqlar üçün söhbətin deaktiv edilməsi və oyun vaxtının gündə 1-2 saatla məhdudlaşdırılması daxildir. Göründüyü kimi, zəif mexanizmlərdir. İkinci səviyyə nisbətən optimaldır və tövsiyə olunur. Belə ki, Robloxun 13 yaşdan kiçik uşaqlar üçün tamamilə qadağan olunması, 13-dən 17-yə qədər yaş arası yeniyetmələrə yalnız valideyn nəzarəti ilə oynamağa icazə verilməsi, chat tarixçəsinin və dost siyahılarının həftəlik nəzərdən keçirilməsi tələb olunur. Bundan əlavə, onlayn təhlükəsizlik barədə uşaqlarla müntəzəm müzakirələr də təhlükəsizlik prosedurlarına daxildir. Göründüyü kimi, nisbətən təsirli və ciddi qorunma səviyyəsidir. Üçüncü səviyyə maksimum qorunmanı ihtiva edir. İdeal seçimdir. Robloxdan tamamilə imtina edilməsi. Alternativ, daha təhlükəsiz platformalardan istifadə tövsiyə olunur. Daha çox offline fəaliyyətlərə, idmana, yaradıcılığa və həmyaşıdları ilə real həyatda qarşılıqlı əlaqələrə üstünlük verilməsi məsləhətdir. Bəli, uşaq etiraz edə bilər. Amma onun təhlükəsizliyi hər şeydən vacibdir. Valideynlərin bu 3 vacib qaydanı yadda saxlamaları vacibdir. Birincisi, etibarlı bir atmosfer yaradın. Uşağınız sizə şübhəli onlayn dost haqqında danışmaqdan çəkinməməlidir. İkincisi, uşağınıza manipulyasiyanı ayırd etməyi öyrədin. Uşağı öyrətmək lazımdır ki, əgər yad bir şəxs ondan aralarındakı ünsiyyəti gizli saxlamağı istəyirsə, bu ciddi təhlükədir. Üçüncüsü və çox vacib olan, uşağınız sizə bir problem barədə danışarsa, onu heç vaxt cəzalandırmayın. Əks təqdirdə növbəti dəfə susacaq və siz onu əbədi olaraq itirə bilərsiniz. Gəlin yekunlaşdıraq. Nəyi sənədlərlə sübut etdik? 2018-ci ildən bəri ABŞ-də Roblox ilə əlaqəli ittihamlarla ən azı 30 nəfər həbs olunub. Federal Təhqiqatlar Bürosu Roblox istifadə edən 764 qrupu ilə bağlı 250-dən çox araşdırma aparır. Moderatorlar hər gün yüzlərlə hesabat alır və prosesi məntiqi sonluğa çatdırmaqda acizdirlər. 9 ölkə 2024-cü, 2025-ci illərdə platformanı bloklayıb. Azərbaycan dilində moderasiyanın olmaması səbəbindən biz xüsusilə risk altındayıq. Bu oyunun dövlət tərəfindən tənzimlənməməsi səbəbindən uşaqların təhlükəsizliyinə görə məsuliyyət tamamilə valideynlərin üzərinə düşür. Bir sadə həqiqəti başa düşməlisiniz. Bu oyun uşağınızın həyatı hesabına başa gələ bilər. Uşaqların Roblox vasitəsilə tanış olduqları cinayətkarların təzyiqi altında canlı yayımda intihar etdikləri hallar olub. Bu videonu tanıdığınız hər bir valideynlə paylaşın. Elə indi ailə üzvlərinizlə danışın. Sonra çox gec ola bilər. Yaddan çıxarmayın ki, uşaqları qorumaq maarifləndirmədən başlayır. İzlədiyiniz üçün təşəkkür edirik.